Bugün UEFA Çempionlar Liqasının liqa mərhələsində son gündür. Son isə yeni bir başlanğıcdır əslində. Biz hər zaman Qarabağ komandasının böyük klublarla oynamasını arzu etmişik. Nəinki Qarabağ komandasının digər klublarımızın da eyni. Amma son illərdə Qarabağ yalnız bizi bu sevincə qərq eləyib. Böyük klubları Bakıya gətirir. Özü böyük komandalarla səfərdə qarşılaşır. Bugün dünyanın ən gözəl stadionlarından birində, Enfielddə böyük klublardan biri ilə Liverpoolla vacib görüşümüz var. UEFA Çempionlar Liqasında 8-də 1 final mərhələsinə hədəfləyən Liverpoolu yalnız qələbə qane edirsə, bizi də play-offda oynamaq üçün qələbə razı sala bilər. Amma digər bir tərəfdən biz heç-heçə də eləyərək növbəti mərhələyə play-offa çıxa bilərik. Amma bunun üçün biz digər komandaların nəticələrini izləməliyik, görməliyik və onlar da təbii ki, xal itirməlidir. Bir sözlə, bugün axşam saat 12-dən sonra bizi həyəcanlı anlar gözləyir. Qarabağa uğurlar arzu eləyək Enfielddə. Çətin bir oyun olacaq, təcrübəli, dəfələrlə Çempionlar Liqasının qalibi olan, eyni zamanda bu turnirin finalında oynayan komandayla üz-üzə gələcəyik. Çətin, ağır, məsuliyyətli oyunda komandamıza uğurlar arzu eləyək. İnanaq ki, görüşdən sonra biz Çempionlar Liqasının play-offuna çıxdığımızı birlikdə qeyd eləyəcəyik. Görüş Bakı vaxtlı axşam saat 12-də başlayacaq. Oyunla bağlı fikirlərinizi rəy bölməsində yaza bilərsiniz.